Kocorni kəndi var, ora gedirəm. Orada ermənilərlə Azərbaycanlılar bir kənddə yaşayırlar. Çox erməni var burada, yoxsa az erməni var Azərbaycanlılara nəzərən? Yəni erməni Azərbaycandan çoxdur. Armeniya. Qarabağ vaxtının. Yazıq cəmaət qırılırdı. Burada bir erməni evi var. Andreydi, adı səhv etmirəmsə. Qardaş bacı kimi yaşamışıq, aramızda heç bir söhbət olmayıbdı. Bu sülh haqqında nə fikirləşirsiniz? Həmişə xoş gəlibsiniz. Ucuza bilet haradan alıram? Aviasiyasdan. Aviasiyasin web saytına daxil olaraq dünyanın istənilən bölgəsinə bilet ala bilərsiniz. Bitdi? Bitmədi. Videonu bəyəndinizsə davam eləyək. Yeni bir gündən, yeni bir videodan hamınıza salam olsun. Bir öncəki videoda xatırlayırsınızsa, belə bir maşın kiralamışdım. Qiyməti isə hardasa 100 manat elədi 2 gündən, 50 manat, 50 manat. Kocorni kəndi var, ora gedirəm. Orada ermənilərlə Azərbaycanlılar bir kənddə yaşayırlar. Və görün məni necə qarşılayacaqlar. Oradakı abu-havanı sizə göstərmək istəyirəm. Belə, yolumuz uzun deyil, yolumuz qısadır. Hansı ki, biraz Gürcüstanın yolu çox fərqlidir, çox qəribədir. Ona görə də çalışıram ki, ehtiyatlı sürəm, çox kameranı açmayam. Amma kameranı bura bəlkə də bilərəmmi? Baxım görüm, bəlkə də bilirəmmi? Yox. Bəlkə də bilmirəm. Uşaqlar çox da təhlükəyə atmayım. Bilmədiyim yollarda fərqli qanunları var. Uşaqlar hardayam özüm də bilmirəm. Bura nə deyirlər? Mən hardayam? Gəldim, rahat bir 20 kilometrdir ki gəlirəm. Orada Azərbaycanlı dayılar var idi. Onların səsini eşitdim. Dedim düşüm yol üstü. Belə bir yerdir burada. Görəm mən hardayam, buranın adı nədir? Səhv etmirəmsə mən belə getməliyəm. Necəsən qardaş, nə var, nə yap? Yaxşısan, salamatçılıqdır. Bura nə deyirlər abi? Buraya Sadaqlı. Sadaqlı buraymış. Uşaqlar dünən deyirdilər mənə Sadaqlı. Buradan Ermənistan qranisinə arası 2 kilometrdir. 2 kilometr. Gördüm erməni maşınlarını. Buradan keçirdilər. Sağlıq, salamatçılıqdır, Allah razı olsun. Allah razı olsun, çox sağ olun. Çox sağ olun. Bir çay çevirdim, ben çay evi. Gedək çək. Maşını orada saxlamışam, problem olmaz. Yox. Burada qəşəng deyib, Tiflisdən başqa yol qurağında hər yerdə saxlayırsan maşını. Hə, burada elə şey yox. Bura kənddir da ondan. Başqa Evropa rayon adı vermək olar da. Buraya bağlı başqa kəndlər də var. Şeyə gedirəm mən, Kocorniyə. Kocorniyə, buradan yuxarı gedirəm. O Sadaqlının kəndidir. O hamısı. Harda? Belə bir yer uşaqlar. Belə bir yerdir, hamısı da Azərbaycanlı. Mən özümü Azərbaycanda hiss edirəm. Hamısı Azərbaycan. Ermənilər yaşayır burada. Sadaqlının aşağıda bir yer var, orada yaşayır. Orada yaşayırlar. Bu hara qarpızıdır dayı? Gürcüstan. Gürcüstanın harasında yetişir qarpız? Tvarel rayonu tanıysan? Yox, öyrənmək üçün soruşuram. Kaxil Tvarel rayonu. Ay qaqa. Oldu əmican, bazar olsun. Sən də gələcək. Ay, nə qəşəng çayçıdır. Nə qəşəng yerdir bura. Qardaşım, rayonun mərkəzi buradır. Rayonun mərkəzi buradır, kəndir. Demək olar ki, ən yekə kənddir Gürcüstanda. O rayonun ən yekə kəndidir. Mədəniyyət evi. Salam melek. Ay maşallah. Yaxşı ki dayandı mı burada? Sən yazmamışdın mənə? Yazmışdım. Yazmışdın. Ay, nə qədər mesaj gəlib, üzrü saysınlar, baxa bilmirəm. Belə. Harada oturaq? Orada oturaq bəlkə, ora bu. Ya da burada oturaq. Uşaqlar, arxamda Ermənistan var. Qarşımda isə Gürcüstan. Bayaqları mən oradan dönüş elədim. Desəz, bəs bura neytral bölgə deyil. Yox, buradan kəndə yol çıxır. Oranı göstərməyə çalışacağım. Qarşıda isə Ermənistan kəndləri var. Orada Ermənistan bayrağı var. Burada Gürcüstan bayrağı var. Hansı ki, Azərbaycana da uzaq deyilik. Yaxınıq. Sadaqlıdan gəldim bura. Sadaqlı isə o görsənəndir. Görsənən tərəf Sadaqlıdır. Neytral bölgə sayılmır bura. Neytral bölgə ora sayılır. Çünki körpü var. Körpüdən mən oradan körpüyə keçə bilmirəm, yəni.
Amma tamojini keçmişəm. Toylarınız da maraqlı olur hə sizin? Toylarınız da maraqlı olur. Buyurun qonaq olun. Təşəkkür edirəm. Akşam saat 8-dən sonra bizdə ciyar axşamı deyil. Allah xoşbəxt. Bizdə də elədir. Sabah da saat 5-də toya buyurun gəlin. Allah razı olsun. Uşaqlar, burada bir yerə gəlmişəm deyəcəm. Bax, bircə şey deyim. Ha. Yəni buralarla uşaqlardan heç şey götürmədən Yo, narahat özümü çəkirəm. Hə, çəkin, ya nə ürəyiniz bir paylaşın. Erməni torpağındadır, Gürcü torpağındadır, onu siz bilərsiniz. Allah razı olsun. Daha yaxşıdır bizim üçün çəkin. Deməli biz siz hardayam? Bura Gürcüstan ərazisidir, amma xəritədə Google Maps-də Ermənistan kimi görsənir. Yəni sərhəd xəttinin bu birisi tərəfinə 3 ev düşür. O evin birindəyəm. Digəri isə o birisidir, oradakı digəri isə bu birisidir. Burada düşür. Belə. İstədim ki, yol üstü göstərəm. Xəritədə gördüm və maraqlı gəldi mənə ki, həmin o ingilislər demişən line-ın, yəni xəttin mən sağ tərəfindəyəm. Gəlin bura. Gəlin belə dayanaq. Görsənirik mi? Uşaqlar, Xaçorni kəndinə gəlmişəm. Kəndin girişindəyəm. Burada belə bir ev var. Girişdə bunu göstərmək istədim. Bir də belə bir market var deyəsən. Kənd aşağıda yerləşir. Görüm orada insanlar necə qarşılayacaq məni. Hüseyn müəllim var, bildiyim qədərilə. O müəllimi axtarıb tapmalıyam. Burada məktəbdə rəsm müəllimi işləyir. O bura haqqında bilgi verir. Yəni bilgili bir insandır. İndi görəcəyik də inşallah. Görək nə edirik. Nə cür edirik. Huh? You can speak English. Where from? No, where from? Armenia. You living here? Living Azerbaijan people? No, Armenia. Just Armenia. Я не понимаю. Okay. No. No English. Bir burada Azərbaycanlılar yaşamır, amma yaşayır. Bilirəm ki, yaşayır. Azərbaycanlılarla görüşmək lazımdır. Rus nömrəsi idi. Belə. Rusca bilsəydim qəşəng olardı. Söhbət eləyə bilərdik. Rusca bilmədiyimə görə çox da söhbət alınmadı. Ne çəkilsin sən ömrüm? Mən Hüseyn müəllimi axtarırdım. Kimi? Hüseyn müəllimi. Hüseyin müəllimin önünü sağ göstərdim mi? Hüseyn müəllim evdə deyil, yığmışdım. Aha. Dedi ki, evdə deyiləm, hüzürdəyəm. Aha. Gəldim, dedim burada bir çəkiliş eləyim. Nə çəkilir ömrüm? Kim danışa bilər sizcə burada? Nə danışığı, nə danışığı? Burada yaşadığınız kənd haqqında məlumat verərdiniz. İnsanlar nə ilə məşğul olur? Əkinçilikləmi, malqarayla mı? İstəyirsən burada oğlan var, onu çağırayım ondan. Hə, gör olursa bibican. Hə. İstəyirsiniz oturun aparım. Har yaparsan? Siz hara keçsizsə? Biz Mameyə gidirik. Ha, siz aşağı keçsiniz. Hə, biz özgə. Oğlan hardadır? Hüseyn müəllim yoxdur. Belə başa düşdüm ki, aşağı evlər Azərbaycanlıların evləridir. Yuxarı evləri isə ermənilərin evləridir. Burada görək Azərbaycanlılarla tanış ola bilirikmi? Çəkilişə gəliblər, həm deyir çəkilişə. Burada müəllim oğlan var, anar yoxdur bu evdə. Hansı evdə? Bax, o evdə müəllim oğlan var. Bu evdə? Anar müəllim, o yaxşıdır. Hə. O yaxşı oğlandı. Gedim hələ görüm öydədim. Bir baxaq mı istəyirsiniz? Hələ gəl. Proyektor lazımdır. Gəlin sizə proyektor.az-dan bəhs eləyim. Burada proyektorların alışı, satışı, təmiri də var. Hətta kiralaması belə var. Yox pələng, biz yenisini istəyirik desəniz, narahat olmayın. Yeni proyektorlar da satırlar. Əlavə məlumatlar üçün ekranda yazılan əlaqə nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. Gedəndə də desəniz pələngin qohum əqrabasıyam, yaxşı olar. Öpürəm sizi. Çəkiliş çəkirdən buru yox. Eləmə, deyir bizlik Deyir bizlik deyil. Deyir bizlik deyil. Burada Azərbaycanlıların yığıldığı bir yer yoxdur. Yığılırdılar. İndi bax bu sabahdan buradaydılar. İndi gün deyini gedirdilər. Axşam üstləri yığılırlar. Bax orada otururdular hamısı. Aramızda heç bir söz söhbət olmur bala. Yəni indiyənə kimi dana.
Neçə ildir biz burada yaşayırıq, hələ bir-birimizə biz çöp atmamışıq. Bax belə gözəl, mehriban yaşamışıq. Bax bütün ermənidir burada, bütün müsəlmandır. Gözəl yaşamışıq. Yəni aramızda heç bir problem olmur. İstəyirsiniz cavab verin telefona. Ya da səssiz alın. Neçə ildir burada yaşayırsınız? Mənim üçün 55 yaşım var. Mən gözümü açandan burada yaşamışam. Ailəviz də eyni şəkildə. Ailəmizlə burada yaşamışıq. Atamı, anamızı gözümüzü açmışam. Hələ mən neçə ildir burada yaşamışıq bala. Hələ bizim aramızda heç bir söz söhbət olmayıb. Neçə ildir biz burada yaşayırıq. O mənim 55 yaşım var. Qardaş bacı kimi yaşamışıq. Aramızda heç bir söz söhbət olmayıbdı. Yəni belə mehriban yaşamışıq da. Mehriban yaşamışıq. Nə deyim bala? Çox erməni var burada, yoxsa az erməni var Azərbaycanlıları nəzərən? Yəni ermənim Azərbaycandan çoxdur. Çox da. Azərbaycan. Yəni bizim millətimizin çoxu gedibdi, Rusiyada yaşayırlar, Azərbaycana gediblər, Rusiyaya gediblər. Burada elə bir qocalarımız yaşayır da. Biz də indi bizim evlatlarımız da yaşayır burada da. Evlatlarımız da var. Uşaqlarımız gedən yerdə olur, getməyən yerdə olur. Belə yaşayırıq bala. Siz erməni dilini bilirsiniz, yoxsa ancaq onlar bizim? Təmiz bilirəm. Təmiz. Təmiz bilirəm. Belə məktəbdə öyrənmisiniz, yoxsa necə? Kəndimizin içində öyrənmişik də. Hə, danışa, qonşudur deyə. Danışa, qonşu kəndlərdə, hə, məktəbə getmişik, orada öyrənmişik. Məsələn, bir mağazimiz, Sovetimiz də mağazində işləyənlər də ermənilərdir. Yəni uşaq vaxtından yaşamışıq burada, bilirik də bala. Biraz nəsə soyuq qarşıladılar mənə, mən də başa düşmədim, bilmirəm. Elə şey ola bilməz. Dedim çəkiliş. Sən get denə çəkilişdir. Prosto mən burada sizin Azərbaycan, müsəlman, erməni bir yaşaysınız. Prosto onu ona görə çəkmək istəyirəm. Nə dəcəl, heç nə də deməyəcəkdilər. Yox, bəlkə çəkinirdilər, adamdılar. Valla mən dedim çəkiliş eləyəcəm, Hüseyn müəllimi axtarıram deyə. Hə. Nəsə belə soyuq yaxınlaşdılar. Yox, inanma ki, soyuq yaxın. Soyuq müəllim yoxdur muyda? Hüseyn yoxdur, deyir hüzurdayım. Hə, hüzurdayım deyir. Niyə elə inanmıram ki, onlar soyuq davrana bilərlər. Adınız nə idi? Andrei. Andrey. Neçə ildir burada yaşayırsınız? Уже 60 yıl başladı. Bura hardan gəlmisiniz? Yok. Orada здесь родился, здесь и живу. Ha, sağ ol. Əvvəldən buradasınız. Aha. Burada bir erməni evi var. Andreydir. Adı səhv etmirəmsə. Salam. Salam. Аса камера там жати. Не карими. Давай вообще. Çəkməyim. Че. Hayır сейчас gideyim ne karim meli. Çəkməyim, özümü çəkim. Ne karim. Здесь Харахура да была. Hə, Ne karim. deyir ki, çirklidir buralar. Siz onda 60 ildir burada yaşayırsınız. Bizim родители вон се насум. Хора мора вон се насум. Atan, mama, Baba. Ha, bilirsen Baki dilin. Nu yazı. Hə. Orada разница var. Bu sülh haqqında nə fikirləşirsiniz? Sülh. Sul Vada Sülh. Erməni, Azərbaycan, Amerika, sülh. sul niçin? Hə. Ha. Разница yoktu. Ne biz kardeşlerle так и живем. Мне Qarabağ вообще не интересует. Sənə lazım deyil, Ha, interesli ha. deyil. Вот Садахлу рядом этот большой Gomşu selo da Sadahlu bilirsən. Bilirəm, oradan Ha. gəlirəm. Aha. Çoxlu Başqa- Azərbaycanlı var orada. Aha, вообще все азербайджанцы. Hamsi Azerbaycanцы. Ama bilirsən сколько yoldaş var. Ha. Çox yoldaşım, Ha. dostum var. Ha, dostum var. Ha. Məktəb vaxtı bir yerdə oxuduğun sinif yoldaşın var Azərbaycanlı. Ha. Hindi Bakıda yaşır. Vugar. Vüqar. Danışırsınız? Danışırsınız? Telefonla? Yok. Yox. Ama gelir gider, pastanı bana moya gelir. Balaca vaktidan yoldaş. Bibi gülür. Gülürsüz. Че ne karim. Çeçe. Че. Çeçe nə deməkdir? Yok. Yox. Mən Şamiyana getmək istəyirəm. Kənd. Ha. Bilirsən
Şulavera gidersen Orada məni necə qarşılayarlar? Ermənilər məni necə qarşılayar? Şamiyanda. Yaxşı. Yaxşı. Farkı yoktu. Почти hamsi Azerbaycanski lim bilir. Şamiyandakı Ha, ermənilər ha, Azərbaycan bilir. Ha. Siz biraz zəif bilirsiniz. Aşağıda ermənilər var idi. Onlar yaxşı bilirlər. Ha, men bilirsən Ruseta giderim, gelirim, bela. Bəs Ermənistana gedib gəlirsiniz. Ha. Ora necədir? Ora yaxşıdır, bura. Gürcü вообще yaxşıydı da. Gürcü. Bakıya getmək istəyərsən Azərbaycana. Ну, 80, значит, 80. Хакасия, скажем, 86, Hı. когда я служил, ну, мне со мной много друзей были, Бакидан. Ha. В Новосибирске служил я. Новосибирск, askera Novosibirsk'e Hı. 2 yıl 2 il. Slujitinin. служителяди. Bakıdan ma вообще yaxşı kardeşler Bakıda. До army, после army уже так konflikt. Bir adres dəftəri gətirdi. Orada adreslər yazılıb. Ну, Əskər yoldaşınla. asker yoldaşı. Хороший парни были вообще. Neçə yaşı var? 60 уже почти. Neçə? 60. O qədər də cavan deyilmiş. Qocalıb. 58 yaşı var. Konflikt yok idi. Вообще yok idi. 90'dan əvvəl. Ha, вообще. Например, adam olub, mən gedirəm. Hə, hüzürə Ha. gedirsən, toyda gedirsən. Ha, bunlarda Bayramlarda bəs, bayramlarda, Paskada, Novruzda gedib gəlirsiniz bir-birinizə. Ha. Uşaqlar, kəndin mərkəzi budur. Gördüyünüz kimi. Hamı əsasən burada yığışır, damla oynayırlar. Bir iki Azərbaycanlı ilə də söhbət elədim. Onlar da mənə dedilər ki, biz danışmaq istəmirik. Ermənilərlə də söhbət elədim. Onlar da dedilər danışmaq istəmirik. Arxadadılar o ermənilər. Uzun illərdir burada yaşayırlar. Gürcüstan ermənisidirlər. Necə ki, Gürcüstan Azərbaycanlısı varsa. Sırf ermənilərin olduğu kəndlər də var, Azərbaycanlıların olduğu kəndlər də var. Şamiyan kəndinə gəldim. Kəndin mərkəzi buradırmı bilmirəm. Kəndin mərkəzi buradır. Kəndin mərkəzi buradır. Speak English. Village center. This way, yeah. Living Azerbaijan people here? No? Just Armenia. 1-2 kilometr gəldim yuxarı. Burada da kəndin mərkəzi sayılır deyəsən. Belə bir yerdir. Bura balaca bir xəstəxanadır. Bu arada burada Azərbaycanlılar yaşamır. Əsasən ermənilər yaşayır və Azərbaycanlılar bura ticarətə gəlirlər. Tiflisdə olanda mən Leyla xanımla tanış olmuşdum. Hansı ki, Leyla xanım Gürcüstan Azərbaycanlısıdır və Tiflisdə yaşayır. O mənə belə bir söz dedi ki, biz aksiyalar eləyirdik Xocalı üçün, Qarabağ üçün aksiyalar eləyəndə burada yaşayan ermənilər, həmin o xanımın dostları və ya çevrəsində olan ermənilər onlarla bir yerdə aksiyaya qatılırmış. Belə. Azərbaycan dili bilirsən? Harda öyrənmirsən dili? Dili harda öyrənmirsən? Mən Hə. məncə bütün Azərbaycanlıyım. Sinif yoldaşın olub Azərbaycanlı? Hə. Bura balaca bir poliklinikadır. Yox, Skoripo. Skoripomuş. Həmişə xoş gəlibsiniz. Nə deyim? Təmiz bilirsən amma Azərbaycan dilini. Bilirəm. Azərbaycanda olmusan? O qədər. Getmək istəyərsən yenə? Niyə istəmirəm? Yol açıq olsa gedərəm. Qoymerlərdən. Nə fikirləşirsiniz bu sülh məsələsi haqqında? Yaxşı olacaqdan. Axırı yaxşı olar. Bilmirəm nə deyəcəm. Yazıq cəmaət qırılırdan. Mənim yaxşı qardaşlarım var. Azərbaycandan. Da
İndi Kavakça var idi. Şıxıllıda da var idi. Salahlıda da var idi. Qazaxda. Qazaxda. Qazağın kəndi, Salahlı kəndi orada. Aşağı. Salahlı yukarı. yuxarı. Tarafa giderdim. Bitonka yol idi. O kadar gedib gelmişim. İndi 67 yaşım var. Все, kurtardı.